Dostlar, indi də bax bunu yoxlayırıq. Bax dönəndə də heç bir səs yoxdur. Bayaq sürdüyümüz Ion maşının qranatıdır. Bax qranatın içərisində olan problem bax budur. Baxılmayıb, pas bağlayıb. Demək olar ki, yaxın ümumiyyətlə yağı yoxdur. Bax burada yeyintilər əmələ gəlib. Bu bunun iç qranatıdır. Maşına əsmə vermə, yəni bundandır. Xamutun boşluğundan, burada olan xamutun boşluğundan yağsızlıq olub, yağı buraxıb, yəni yağsızlıq olub, o da başlayıb bu vəziyyəti yaratmağa, su girib içinə pas atıb bütöv. Bunları inşallah yeniləyəcək hamısan. Bir də deməli, dönəndə də səs edən bunun çöl qranatıdır. Biz aşkar elədik ki, çöl qranatlarda da yeyintilər var. Bax, bu içəri hissələrində yeyintisi var. Bunlar yəni yenisi ilə əvəz olunacaq. Öz təmiri olunmur bunlar. Dostlar, deməli gördüyünüz kimi də əsmə də yoxdur maşında. Səs eləyirdi də bax o həmən səslərdə yoxdur. Qranatla bağlı nə problem olsa bizə yaxınlaşın, köməkli göstərək.